Bize salam verir. Allah'ın erməni. Qəntər deyirsən, Arratlar. Nə da deyirsən? Vay. Bəylər. Nəsir olur. Bu həmin o yerdir ki, harda Ağdamla Əskəranın arasında girovların, əsirlərin dəyişilən yeridir. Burada rəhmətli Allahverdi Bağırov öz dəstəsi ilə qarşıladı məni. Mənim yaralarımı görəndə cümdə ermənilərə. Ay şərəfsiz, ay ləyaqətsizlər, niyə bizim insanları bu günə qoyursunuz da? Yəni, dedi, sizə 3 nəfər erməni verəcəyik. Görün onlara nəsə olub. 3 nəfər erməni qadını gətirdilər. Qadınlar Allahverdi Bağırovun əlindən ötdülər. Ermənilər həddən aşıblar. Gətirilən adamların hamısının ayaqlarını sürüb aparıb, meşədə qalmaqdan sonra tutublar. Onların ayağının üstünə o çobuk çəkmələrini tapdırırlar, onların hamısını dönə qarşı. Ona görə də bu ağlıq sığmaz dərəcədə mənə gəlir ki, faşistlərin eləməyik.